3 uşaqlı xəstəxanada bitməyən 4 günüm. Özüm də xəstə, yuxusuz, yorğun və atamı cəmi bir günü itirmişdim. Daha doğrusu elə atamı dəfn edən günün gecəsi birlikdə ailəvi zəhərləndik. Xəstəxanaya düşməyimizin səbəbi qida zəhərlənməsi idi. Özüm bir kənara qalmışdım, uşaqlara görə çox qorxurdum. İlk dəfə idi təcili yardıma minirdim və o yol həqiqətən də bitməyə bilmədi. Bizi Razindəki 5 saylı xəstəxanaya apardılar. Xəstəxananın təmizliyini bəyəndim. Həqiqətən də işçilər də çox mehriban idilər. Bircə mənfi cəhəti odur ki, uşaq xəstəxanalarında anaya müdaxilə yoxdur. Təcili yardım gələndə mənə seçenek sundular ki, biz uşaqları aparaq, siz yoldaşınızla birlikdə müalicə alıb gələrsiniz. Mən amma qəti şəkildə razı olmadım. Çünki uşaqlarımı mən olmadan hansısa xəstəxanaya aparmaqlarına qəti şəkildə göz yuma bilməzdim. Uşaq xəstəxanası olduğuna görə mənə sistemi qoşmadılar. Dedilər ki, icazə yoxdur. Sadəcə sodalı su ilə yardım elədilər. Məddəmin yuyulmağına görə. Allah eləməsin, tək yolunuz xəstəxanaya düşməsin. Övladlarınız hər zaman sağlam olsun. Amma işdə birdən xəstəxanaya düşsəz, hansı ki ilk dəfə gedənlər bunu bilmir. Özünüzlə aparmalı olduqlarınızı mütləq şəkildə vurğulayım ki, orada sizə rahat olsun. Mən gecə 1-ə qalmış getmişdim deyə hamısını apara bilmədim, amma özümlə uşaqlara ədyal falan götürmüşdüm. Pastel, ədyal, uşaqlara damaşnik, əl yumaq üçün maye, sabun, qabları yumaq üçün şampun və maçalka. Termos mütləq önəmlidir. Qab-qacağınız olmalıdır, qaşığınız, dərin qabınız, tarelkanız, stəkanınız, quru çayınız olmalıdır. Şəkər, duz, hərəsindən biraz götürməlisiniz. Sənədlər mütləq şəkildə sizinlə birlikdə olmalıdır. Təbii ki də quru salfetka, yaş salfetka, əyninizi dəyişməyiniz üçün geyim, boş salafan. Uşaqlara gündə 2 dəfə sistem qoşulurdu. Məddə bağırsaqları təmizlənsin deyə. Sistem qoşulan momentdə çox çətinlik çəkirdim. Sistem qolumda olanda bilmirdim uşaqların hansına yemək verim, hansına su verim. Sistemdə saatla gedirdi. Bir mənfi cəhətləri də odur ki, koleskaya icazə vermirlər. Kaşki koleskaya da icazə versəydilər. İncini qucağıma tutmaqdan zaten sinirim var, belim tutmuşdu. Bir dəqiqədə yerdə dayanmırdı, yerə buraxa belə bilməzdim. Ancaq kravatların üstündə ora-bura atlanırdı. Orada olduğum 4 gün müddətində telefon uşaqlara vermədim. Kitab götürmüşdüm, Robinson Crusoe kitabını, onu oxuyurdum. Uşaqlara maraqlı gəlirdi. Mən yorğun olanda da oğlum oxuyurdu. Bacım gəlib uşaqlarla qaldı. Mən getdim qohumumuz gildə sistem qoşdurdum özümə. Daha sonra biraz düzəldim. Və atamın 3-ündə də bir qohumumuz gəlib uşaqlarla qaldı. Mən elə xəstəxanadan promo 3 mərasiminə getdim. Və bir daha anladım ki, anasansa güclü olmağı bacarmalısan, nə olursa olsun.